Salam aleykum değerli dostlar, değerli izleyiciler, hamınızı xoş gördük. Bu günləri Binə qəsəbəsində sizləri Məxməri çay evi deyilən ərazidə çox gözəl, möhtəşəm, gözəl bir həyət evi ilə tanış edəcəm. Qiyməti 73 min Azərbaycan manatına olan bu həyət evinin həyətində 2 dənə ev var değerli dostlar. İşıq sayğacı, qaz sayğacı, su sayğacı qapısındadır değerli dostlar. Qapısı belə qəşəng, məhli içəri girə həyət yeri salıblar. Həyəti qəşəng yerlikdir. 3 tortdan artıq torpağın üzerinde yerleşir. Değerli dostlar, sənədlər fərqli yaşayış üçün verilən çıxarış sərəncamıdır. Həyətində nə desəm var, evdə nə desəm var. Qiymət çox münasib, qiymətə 73 minə. Real alıcıya cüzi indirimdə olunacaq. Qapısından başlayır belə bir göbələyi, gözəl bax, üzümləri. Dostlar, həyəti bacası çox səliqəli. Rahat bir formada 1, 2, 3 dənə maşın daxil olunan həyətdir. Oturmağa, durmağa yeri var. Bax, qəşəng belə bir mini qəşəng plaşatkası var. Dostlar, burada belə bir səhröz düzəldilibdir. İlanı da üstündə. Gördüyünüz kimi çox gözəl bir evdir. Bağı, bağçası nə edirsəz dəyər dostlar. Burada bağına daxil olmaq istəyirəm həyətin. Ya Allah'ın adı dostlar. Evimizin bağı var ha. Ne desəz deyər. Bir dənə zəhmət olmasa Aysun xanım bu ev haqqında nə demək istəyirsiniz? Salamlayıram. İnsanın həqiqətən də ruhunu dincəldən möhtəşəm bir həyəti bacası var. Evimiz də həmçinin çox geniş otaqlara malikdir dəyərli izləyicilərimiz. Fürsəti qaçırmayın. Məncə də. Bu bir dənə buranı göstərim inşallah verirəm sizə. Dostlar, qızıl güllər növbə-növ. Evin ön görünüşünü görürsüz. Çox səliqəli. Evin bax həyətində belə bir qəşəng belə dekorativ yığılma, əllə yığılmadı dostlar. Quş, çiçək, böcək, nə desəz, hər şey göründüyü kimi evin həyətində qalır. Yasəmən ağacları var. Allah. Ah. Cənnətdir, cənnət. Bu ağac nə desəz dəyər də. Sanki cənnətdən düşmüş bir ağacda and dolu Allaha. Elə bir güllər var üstündəki, gəl görəsən. Dostlar, həyətinin hələ burada buna baxın hələ. Mən bunu birinci dəfə şey oxşatdım, ilk dəfə. Sən demə gülüymüş. Değerli izləyicilər, deməli, bax həyətində bu belə bir flamingolarımız var. Çox gözəl. Olmayan bax ağaclar, növbə-növ çiçəklər. Dostlar, yarpız. Buna baxın bir dənə yarpıza. İnan Allaha, bunun iyisi var ha. Oh. Təbiət qanunudur, təbiət. Evimiz balkonludur dostlar. Hər şəraiti var da ətraflı çəkəcəyik. Burada var belə bir qəşəng bu böyür tərəfində də yerimiz var. Gəlin bura dostlar. Evimizin həyətində əliz yumaq üçün krant yeri, qəşəng güllər, çiçəklər, çöl sancar qovşaqlarımız. Dostlar, əl damsı, sancar qovşağı, su bakı, dövlət şirin suyu, həyətin quyu suyusu, hər şey mövcuddur da, hər şeyi. Bura bir dənə belə bir əl-üz yuma moyka yeri hamam kimi çöl üçün. Addelini. Bura belə bir ayaq yolusudur. Düz istifadə olunmur dostlar bunlar. Yəni evin içində var deyən heç biri burada çöldə istifadə olunmur, amma gələn qonaqlar olanı istifadə eləmək olar. Burada göyərsiz saxlanmaq üçün yer. Bura evdən əlavə, bir dənə əlavə bir ev dostlar. Gəlin bura. Bura köməkçi ev gedir. Kim istəsə məsələn alıb burada da yaşaya bilər. Dostlar, gəlin bura. Bura belə bir otaqdır. Addelini belə bir otaq. Gördüyünüz kimi bir otaqdır. Yəni mətbəxi də eləmək olar. İstəsələr kirayə də verə bilərlər. Tam yeri kimi belə bir tikilisi də var evin içində. Həm belə deyək də kim istəsə o bir həyətdə 2 ev istəyənlər var, amma eyni onun şəraitidir dostlar. Bax, eyni onun şəraitidir. Keçirik inşallah evimizin içini göstərək sizə. Buyurun axıra qədər izləyin dostlar. Gəlin Allah'ın izni ilə. Deməli dostlar, yerdən kürsülü. Gördüyünüz kimi qəşəng belə bir balkon hissəsi var. Evin həyətini tam belə bir formada götürüm sizlərə. Gördüyünüz kimi burada belə bir sancar qovşağıdır. Nədir bu? Belə bir sancar qovşağımız var. Gördüyünüz kimi dostlar. Sonra evimizin içine daxil olacağım. Evimizin belə bir qəşəng zalı var. Şəxsi tikili evdir. Qoşa daşdır. Çox gözəl bir evdir dostlar. Baxa bilərsiniz. Evimizin mətbəx hissəsinə daxil oluram. Dəyərli izləyicilər. Mətbəx hissəsi də çox qəşəngdir. Səliqəli. Geniş mətbəx yeməveli var.
Demək olar, bəzi əşyalar qalır dəyərli izləyicilər. Sonra daxil oluram, belə bir yataq otağımız mövcuddur. Çox geniş, qəşəng, iri yataq otağıdır. Sonra dostlar, burada belə bir bu otaq bağlıdır deyəsən. Hə, əşyalar yığılıb yəqin ki, açılmadı. Amma bu otağımız da hazır otaqdır dostlar. Görün buradan belə bir görsənir. Ha, burada belə bir şey var. Bax, belə bir otaqdır. Hazırdır gördüyünüz kimi. Yəqin müəyyən əşyalar var, göstərmək istəmirlər. Ona görə qapısı bağlı qalıb. Niyə açılmadı bu? Çox maraqlıdır. Bilmirəm, oranı göstərə bilmədiyim üçün üzrlü sayın dəyərli izləyicilər. Yəni 1, 2 otaq, 1 zal. Burada mətbəx hissəsidir. Dostlar, belə bir ev təcili satılır. Qiyməti çox münasib, qiymətli 73 minə. Həyəti bacası nə desəz dəyər. Çox gözəl həyəti bacası var. Şirin belə bir iti də mövcuddur. Yəni itini aparacaqlar o heç. Dostlar, belə bir ev almaq istəyənlər mütləq əlaqə saxlasınlar. İnşallah ki, qiymətində endirimdə olunar. Reallıqla gəlin. Belə bir gözəl bağ, bağçalı, həyət bacalı eviniz olsun. Meyvələr də bar gətirib düzə inşallah. Allah xeyir versin inşallah. Allah olmayanlara nəsib eləsin. Allah hər kəsə ən gözəlini yetirsin. Belə bir gözəl həyəti, bağı, bağçası olan səliqəli, paket damlı, oturulmuş şəxsi ev nəsib eləsin. İnşallah deyirəm dəyərli dostlar, kanalımızı bəyənin, abunə olaraq zil düyməsinə toxunaraq bildikləri açın ki, hər gün beləsinə şəxsi tikili evlərimizin ən gözəl variantları sizlərə çəkərək təqdim eləyək dəyərli dostlar, dəyərli izləyicilər inşallah. Çox sağ olun, var olun izlədiyiniz üçün. Hər birinizə bir təşəkkür edirəm. Allah razı olsun hamımızdan.